Axşamın xeyir. Aqibətin də xeyir. Namiq danış ha? Bəli, bəli. Hə, lap yaxşı. Samindir. Necəsən? Nə var, nə yox? Əlhamdülillah. Kimlə danışam? Samindir, Samin. Hansı Sami? Hansı, nə bilim, söhbət eləməyə barədə danışmışdıq, Sələf Sami var deyək. Sələfi adını özümə qoymamışam, onu YouTube'da da yazıblar orada burada. Mən elə adım Samindir. Sizi o cür tanıyırıq, ona görə. Ola bilər. Nə var, nə yox? Səsi də çox oxşamır ha. Səsim oxşamır? Yox. Nə bilim, ola bilər. Nömrə başqa, sən danışanda başqa nömrəni sənin. Başqa nömrədir. Başqa nömrə olmağına. Gör nə deyirəm, eşitdim oralarda yazılıb ki, mən nə bilim, qaçmışam, atqaz yedim, nələrsə yazırsınız, düz söhbətdir. Başa düşmədim. Mənə xəbər çatıb ki, YouTube'da da yazılıb ki, mən güya qaçmışam, nəsə belə bir şeylə yazılıb, düz söhbətdir. Kim yazıb? Hə? Kim yazıb? Bilmirəm sənin tərəfdəndir, yoxsa kim tərəfdəndir, ümumən maraqlı gəldi. Mənə çatıb xəbər, amma bilmirəm kim tərəfdən. Kim yazıb, onu bilmirəm. Baxın, soğuşun görün kim yazıb da. Yəni səndə məlumat var, sən elə söz işlədmisənmi ki, mən qaçmışam, nəsə elə bir şey? Yəni, sağım mən deyərəm ki, yazmışam. Mənə yəni soğuşulub ki, bəs bu Samin nə oldu? Sizdən söz olacaqdı. Mən demişəm ki, xəbər yoxdur, atqaz elədi, yəni iki yoxdur. O, Emin qardaşı var idi İsveçdə. Emin qardaş deyir ki, mənə zəng elədi ki, bəs mən Saminə zəng elədim. Zəng edirsə? Onunla 2-3 dəfə danışmışam. Mən bu aralar çox məşğul olduğum vaxtlara düşüb, yadımdan çıxıb ki, haçan danışmışam, necə danışmışam, yadımdan çıxıb. Amma oğlum, mən 2-3 dəfə danışmışıq belə, aha. Emin mənə zəng elədi. Yazdı ki, Emin oldu YouTube'da ki, mən Saminə zəng elədim. Samin atqaz elədi. O yazdı, o mənə yazdı, Samin atqaz elədi. O elə yazdı. Emin, İsveçdə olan Emin Ağayev. Qaldı ki, atqaz elədi sözün düz deməyib. Sadəcə olaraq mən bəzi şeylər gözləmişəm. Nədir o birinci? Emin də yazdı ki, çünki bu bəhsi qoşan Emin idi axı bizim aramızda, düz deyil? Bəli. Bəli, bu Emin mənə bir işə yazdı ki, nə oldu bu Saminlə bəhsin? Dedim ki, xəbər yoxdur, bilmirəm. Sən gələm dedim, Samin cavab vermir. Yəni, mən sizdən gəldim, sən cavab vermin telefona da. Sən mənə zəng eləmişsən. Cavab vermin Samin. Nə vaxt zəng eləmişdin? Mən bilmirəm axı. Necə bilmirəm, mən sizə alırsa 20 gün bundan qabaq, ya yox, bilməsin. Yəni, ondan sonra mən zəng gəlmişdim axı, düzdür yoxsa yox? Yox, ondan sonra mən sizə başqa bir nömrəni zəng elədim. Belə deyil, başqa nömrəsi. Xaricdən nə bilim, qonağınız gəlib. Açdı ol, Dedi ki, xaricdən qonağınız gəlib. Bəs qonağınız 3 gündən sonra gələcək, mənə zəng gələcəksiniz. 3 gündə keçdi, yenə zəng eləmədik. Zəng eləmədik. Yadıma düşdü. İndi səbəbini deyim nədir? Emin mənə soruşdu, dedim ki, xəbər yoxdur. Emin də sonra mənə yazdı ki, mən özüm Saminlə danışdım, Samin atqaz elədi. Yadıma düşdü. İndi deyim səbəb nədir? Səbəb. Mən sənin bəzi söhbətlərə qulaq asdım. Birinci, mən söhbət eləyəndə, o adamla söhbət eləyirəm ki, həm elmi olsun, həm qabiliyyəti, mədəniyyəti, əxlaqı olsun, həm ərəb dilində bilsin, səbirli insan olsun. Yəni bunlar indi haqqı qəbul eləməz, o başqa söhbətdir. Ümumən bu sifətlər o insanda olsun və şiələr tərəfindən də qəbul olunsun ki, bu insan həqiqətən bizim elmli, savadlı şəxsimizdir. O kəslə mən hazıram söhbət eləməyə, kim varsa gözləyirəm, buyursun, gəlsin və neçəsindən də xəbər yollamışam, hələ də cavab yoxdur. Qaldı ki, səninlə söhbətə. Kimə xəbər yollamışsınız? Xəbər elə birincisi Zülfiqarla özünlə danışdı, o dəfədə. Zülfiqar hələ yoxdur. Şeyx Cavidlə də danışırdıq, videona üzbəyiz alınmadı. İndi kimlər var, gələ bilər buyura. O şərtlə ki, desinlər ki, bu insan şiələr içində tanınmış, elmli, savadlı bir insandır. Biz onu qəbul edirik, şiəni təmsil edir ondan sonra. İndi qaldı ki, səninlə söhbətə. Mən səninlə söhbətə özünü görün ki, razılıq vermişdim demək olar ki. Nə söhbətə? Sən YouTube'da, indi mən sənə bir dəqiqə söhbət eləyirəm. Bir dəqiqə yəni bildirmək istəyirəm, yəni səsivi də zaps eləyirəm, yəni bilərsən yəni, səsivi zaps eləyirəm, yəni icazə... Zaps elə. Sən də elə, problem deyil, yəni... Yox, mən eləmirəm, sən elə, amma çox xahiş edirəm ki, sonradan bunu təmiz bütün YouTube'a qoyuyor. Bəli, sözüm, yox, hələ hansı YouTube söhbət deyil, prosta sözümün canı var mənim, YouTube söhbət deyil, ümumən. Xahiş edirəm, yəni yox, bu zapsı sonra mənə göndərəsiniz. İndi gönə deyirəm. Deməli belə, başda sözümüz qoy bitirim, fikrim dağıldı. Deməli sən birincisi, mən görürəm ki, sən YouTube'da həqiqətən, yəni biraz
etikadan, estetikadan, lap desək lap çobud əxlaqdan qırağa çıxan sözlər işlədirsən. Mən? Bəli. Mən kim mənimlə nə tərzdə danışırsa, mən də o insanla o tərzdə danışıram. Yox, elə deyil. Sən orada tərz olmadan da işlədmisən, özün tək durub sən özün tək olan zaman, məsələn, tək duran zaman, danışan zaman orada sözlər işlədmisən ki, Mən kimə qarşı nə deyir ki, YouTube-da rəddiyə verir ki, öz aləmində. Mən də o tərzdə ona qarşı deyirəm. Misal üçün Əbu Zeyd mənə YouTube-da dedi ki, çayxana abrası heyvərə. Mən də ona çıxdığımda dedim ki, Əbu Kəzzab şərəfsiz. yaxşı. Deməli Dediyi tərzdə də cavabını da aldı. Deməli Əbu Zeyd Yaxşı deyər, adamın vardı, yaxşı. Mükəmməl olmuyor. bildim. Yəni sən deyirsən ki, Əbu Zeyd sənə dedi deyə sən ona da söz dedin, elə? Bəli. Yaxşı, indi mən sənə bir sual verirəm. Sözsüz ki, indi bu şərdir, böhtandır, o heç, Vahabi söhbətindən danışıram. Sən özün orada nə qədər deyirsən ki, mən sənə qulaq asdım, ona görə mənim gözümdən bəzi şeylərdə düşdün incimə. Deyirsən ki, qoy, bir dəqiqə gözlə. Namik, bir dəqiqə gözlə deyim sonra, buyur, deyim sözü cavab verərsən. Mən sənə deməmişəm, mən özüm danışmaqdan gəlməmişəm. Sənə sual verim, sən də cavab verməlisən mənə. Düzdür, yoxsa haqqı vardı. Yəni sənin də haqqın var, mənim də var. İcazə eləsəməz sual. Bəli, söz deyim sonra, bəli, əlbəttə, bu sözümü deyim sonra. Yəni deyirsən ki, Əbu Zeyd Şahin sənə çayxana avarası deyib. Yaxşı. Ondan sonra sən onun sözünü söyləmirsən. Bəs sən bütün millətin haqqına girib deyirsən ki, şərəfsiz insan ancaq Vahabi ola bilər. Birinci Vahabi söhbəti yalandır, o heç. Mən ona gəlib çıxmıram. Lazım olur onu da danışarıq. Lazım olur onu danışarıq. Kiminlə lazımdır onu danışacağam onu, istəyən olsa. Amma sən deyirsən şərəfsiz insan ancaq Vahabi ola bilər. Bəs sən bununla əxlaqa niyə pozursan? Bəs kim sənə demiş, nəsə deyib ki, sən orada deyirsən şərəfsiz olan ancaq Vahabi ola bilər. Bu sənə əxlaqa yaraşır? Bu dəqiqə olduğunu bu cavab verin. Bu dəqiqə özün dedin ki, Vahabi söhbəti yalandır. Aha. Əgər Vəhabi söhbəti yalandırsa, mən də deyirəm ki, Vəhabi şərəfsizdir. Deyək, acığınıza gəlir ki, bir halda ki, Vəhabi söhbəti yalandır. Sən Vəhabisən? Yox, əlbəttə yox. İndi sözümə qulaq as. Qəşəng sual verdin. Yaxşı sual verdin, deyim sənə. Bütün Respublika bilsə ki, məsələn, sən Namiksən, adı qoymusan, məsələn, nə bilmir nəsə, Namiksən. Düzdür? Yox, elə yox, sən demə bağışla. Hamı sənə bir dənə ad qoyub, nəsə ad qoyublar. Bütün o adı deyəndə ancaq sən nəzərdə tutulursan. Sən istəmirsən ha o adı, yalandan qoyulub sənə. Mən də deyirəm ki, həmin filan kəs, filan şey, məsələn, belə olan, o başlayıram onu söyləməyə. Sən tələsmə, Namik qulaq as. Sən dedin qulaq as mən, Namik. Yəni demək istəmirsən. Deyir ki, Rafiz nə deməkdir? Yox, Rafizin nə demək söhbətini sonra danışaq. Yox, sual verilirsə, Rafiz nə deməkdir? Rafizin nə demək olduğunu bilməksənsə, İmam Zeynalabidinin oğlu, yəni İmam Əli ibn qoydum. Ərəb dilində Rafiz nə deməkdir? Rafada sözü inkar eləmək deməkdir. Necə? Rafada inkar eləmək deməkdir, inkar etmək. İnkar eləmək, düzdür? Bəli, aha. Bəli, biz inkar edirik ki, Zeyd imam deyildi. Əbu Bəkir, Ömər, Osman, qanuni xəlifə deyildi. Ancaq mənə Rafizi deyilsinizsə, Şəhni Rafizi deyilsinizsə, bir də incimirik də. Deyin Rafizi. Ay, sağ ol. Yəni sən deyirsən ki, sən özün yəni Rafizi saya bilirsən yəni. Mən özüm xalq tərəfindən Rafizi sayıram, bazen Rafizi saymıram. Yaxşı, bildim. Allahın adıdsa, nəyə görə bu adı öz üstünüzə inkar edirsiniz? Vəhhab Allahın adı və təmənnasız bəxş edən deməkdir. Nəyə görə bu adı üstünüzə nə deyirsiniz? İndi qulaq as. Yəni ki, sən orada gəl uşaq oyunu oynamayaq da. Mən sən Rafizi desəm əgər, sən deməmişəm birincisi. Hələ mən səni tanımıram deyəm də. Yəni sən Rafizi desəm, sən desən ki, mən Rafizi deyiləm, amma mən Rafizini səni qəsd edib yenə söyürəmsə, istər-istəməz sənin payına düşür bu. Düşür yoxsa yox? Mən səni əxlaqsızlıq eləmiş oluram. Bu uşaq oyunu deyil. Təsəvvür bir dənə qulaq as, Namik, bir dənə qulaq as. Əgər özümü o kütlədən ayrı sayıramsa, mənim verdiyimə olmaz. Əgər o kütləyi daxil edərəmsə, bəli, mənə şamil olar. Yox, sən düz demirsən. Yaxşı. Sənə görə, sənin fikrinə görə, sənin əqidəvə görə. Vahabi kimə deyirsən? Mədinədə oxuyanlar Vahabi deyirsənmi? Vəhabi o şəxsi deyirəm ki, hə. Şiəyə, hə. müşrik deyər. Hə. Şiəyə. Hə. Olmazı iftarana atar, əhl-i beytin haqqını qəsb edənlərə həlfilət deyər. Və o insanlara Vəhabi deyər. Sən özündən təzə bir termin açdın ki, dünyada o termini deyən olmayıb birinci. Sən təzə ilk deyəsən alimsən ki, bu termini belə qoydun ortaya. Vəhabi özün, yəni sən sorma düzgün cavab vermədin. Sən Mədinə tələbələrinə və yaxud da ki, Sələfi dedilər, Vəhabi deyirsən yoxsa yox? Mən? Hə. Vəhabi? Hə, bəli. Mən Vəhabi kimlərə deyirəm də sən. Yox, qardaş, elə danışma mənə. Sən Sələflər Vəhabi deyirsən yoxsa yox, sualıma cavab ver. İndi deyirəm də şəxsən emindir, Samin. Yəni özvəkdir. Bu dəqiqə Vəhabi deyib demədiyimi. Gördüm mən birinci sənə dedim ki, Sələfi Samin danışır. Vəhabi Samin demədim ki. Yox. Sələfi Samin danışır. Deyil. Yox, indi o başqadır. Bizim indi aramız söhbət başqa. Birincisi Allah şu Əhl-i Beyti deyirsənsə, Əhl-i Beytə. Bu dəqiqə mən sənə nəzərimcə Vəhabi
olmadığı deyəcəm bir sualdan sonra. Siz. Ya sən bir də mənə qulaq as. Bir də mənə qulaq as. Vahabi olmalı deyəcəm yox, sən mənə qulaq as. Sən sualdan qaçırsan, incimə. Sən sələfiləri Vahabi deyirsən yoxsa yox? Sınavdan qaçmıram. Mən şəxsən üzbəüz bəhsən hamınızı dəvət edirəm. Sən bir də mənə qulaq assa, o dəvət eləmək bəs eləmir. O dəvətin qarşısında durmaq lazımdır. Hələ dəvəti saxla bir dənə zəhmət olmasa. Dəvəti qəbul etmək lazımdır. Bir dəqiqə mənə qulaq as sonra. Sən sələfləri Vahabi deyirsən yoxsa yox? Bu düzündür. Qoy sözümü deyim də. Hə. Qoy bir sənə deyim. Deyirəm ki, o sələfi ki, əgər Öməri, Həzrət Əli Rəsulunun üstün bilirsə, mən o sələfi Vəhabi deyirəm. Hə. Sonra. Hə. O sələfi ki. Tələsqa biraz hə. Haqqını qəsd edənlərə, ona əl qaldıranlara, Həzrət deyirsə, Muaviyyəyə, Həzrət deyirsə, Kərbala hadisəsində gizli qərar qazandırırsa, mən nə üçün Vəhabi deyirəm? Birincisi, o saydığın söhbətlər olan hamısını bir terminini danışmaq lazım. Kimdir İmam Hüseynin əks olaraq Yezdi bəraət qazandıran, nə eləyən? Onları sən bilmirsən. Ya sən tarixi yaxşı bilmirsən, ya da yaxşı oxumamısan. İndi sözümün canı nədir? Yəni biz Namiq bir dənə qulaq as mənə. Yəni biz söhbəti biraz uzatdıq. Necə uzatdıq? Yəni sən ümumi olaraq Vahabi kimdir, nədir? Ümumi olaraq sən özün bilirsən ki, kimə deyirlər Vahabi? Şər olaraq, böhtan olaraq. O heç. Mən dedim də. Qulaq as, yox, sən demənən deyil bu. Sən özündən şey çıxartma da. Gəl sübut eləyək ki, hər bir kəs, məsələn, bu dəqiqə qolu sinəsindən namaz qılana hamı Vahabi deyir. Bu dəqiqə onsuz da o şəxsi deyirəm ki, 18-ci əsrdə meydana çıxmış. Muhammed İbn Abdülvəhhabın fikirlərinə mənimsəyərək 6-cı əsrdə artıq yəni bu İslamı və digər İslam alimlərini və digər bütün məzhəbləri müşrik, kafir kimi günahlandırıb təkcə özlərinin bəraət qazandırırsa, hətta Əhl-i-Sünnənin 4 məzhəbi, Hənəfi, Həmbəli, Maliki, Şafii, Cəfərin qırağı qoyulan, onlar bütün fikir ilə iddialarına qarşı çıxırsa, o məzhəb Vəhabidir. Ay sağ ol. İndi qulaq as mənə. Görünür sən doğrudan da məlumat düz bilmirsən. Birincisi, Vahabi Muhammed ibn Abdülvahhab adlı bir insan nəsə əqidə qoyub eləməyib. Bu insan deyib Allah, qulaq as, mənə qulaq as. Bu insan deyib Allahdan qeyrisini Qoymayıb. Deyirəm indi deyə qoyub, sən deyərsən, tələsmə. Bir dəqiqə dur. Sən indi mənə bir dənə Əhl-i-Sünnənin 4 məzhəbi var, Maliki, Hənəfi, Həmbəli, Şafii. Bu 4 məzhəbdən birindən mənə dəlil gətirəcəksən ki, təvəssülü inkar eləsin. Təvəssül? Hə, təvəssülü, vəsiləni inkar eləsin. Təvəssül nə deməkdir? Bilirsən? Yox, mən səndən soruşum. Görüm bəlkə sən başqa fikirlə bilirsən. De görüm nə deyirsən? Vəsiləni. O ki, Malios vəsilə Allahın vasitəsilə bu vəsilə ki var ha. Hə. Bu vəsiləni inkar eləsin. Sən mənə demirdin axı, vəsiləni nə cür inkar eləsin? Başa düşmədim axı. Subhanallah. Sən suala cavab verirsən, mən sənə suala cavab verəcəm. Yox, kişi, qulaq as mənə. Birinci imtahan edəmə də, sən ustadın sana imtahan edirsən. Sən bir suala cavab verirsən, mən sənə suala cavab verim. Demişsən ki, bu biz Muhammedin Abdülvəhhabın əqidəsinə deyilik. O məzhəb qoymuyor. Demirsən bunu? Tələsmə. Mən sənə sual verirəm, təvəssül nə deməkdir? Açıqlama ver görüm bəlkə səni başqacı baş salıb kimsə alladıb sənə, bir cavab ver mənə. Yox. Özü də ustad söhbətliysən ha, özü biraz Namiq. Əqidənin banisini inkar edirsən, durub burada mövzu fırlatma. Namiq. Mövzudan qaçma, yox. Sən suala cavab versən. Namiq, indi mənə qulaq as. Birincisi ustad söhbətdən saxla. Yox, mən sən heç bir suala cavab verən deyiləm. Suala cavab ver sonra. Və çox xahiş edirəm ki, bu zaks elədiyində sonra mənə göndər. İndi qulaq as. Mən sənə deyirəm ki, təvəssül mövzusunu İbn Teymiyyə kimdən Muhammed Abdülvahhabdan qabaq gətirsəm sən nə deyirsən? Necə? Təvəssül sən dedin təvəssül var ha, sən dedin təvəssül. Gətirsəm ki, sənə Muhammed Abdülvahhabdan qabaq alimlər deyiblər. Nə deyirsən? Onda nə olacaq? Nə olacaq onda? Dəlillə mən gətir göstər önümdə. Onda nə olacaqsın? Nə edəcəksən? Gətir göstər. Dedim, nə edəcəksən ondan sonra? Özü haqq olduğunu ortaya qoysun da göstər, gətir. Yaxşı. Bu bir. Sən mənə dedin ki, qulaq as. 4 məzhəb söhbəti yox. Sən mənə dedin ki, Muhammed Abdülvahhabdan özündən çıxardıb. İndi qulaq as. Bu bir. Əhl-i-Sünnə dedim sən üzrə. Hansı qolundan Əhl-i-Sünnə? Əhl-i-Sünnənin necə yəni qolundan? Əhl-i-Sünnənin 4 məzhəb sən Şiənin hansı qolundansan? O 60 yaxın məzhəbi var. Cəfərsən? Cəfər. Yaxşı, görüm İmam Cəfər Sadiq əleyhissalam kitab yazıb, onun yoluna gedirsən. Hansı kitab yazıb? Mövzunu fırlatma, deyirəm sən hansı qolundansın? Mən cavab verməyim, indi sən cavab ver. Mən sənə məzhəbimi deyəcəm ki, falan kitabı yazıb. Sənə sual verəcəm, Cəfərsənsə, İmam Cəfər Sadiq əleyhissalam kitab yazıb mı, ona gedirsən? Dedin ki, şişənin hansı qolundansın? Dedin Cəfər. İndi sənə cavab verirəm. Namiq, birinci biraz, yəni zaps gedirsə, nə olsun zaps gedir ya getmir? Başımızın üstündə Allah var. Biraz zaps getsin, zapsı mən razıyam. Amma zapsı çox xahiş edirəm, Allahın xatirə. Dedim, sənə dedim. Məni göndər. Əgər üzə çıxılmalı olacaq, sənə göndərəcəm. Hələ qulaq as mənə diqqətlə, qulaq as. Mütləq göndər. Yaxşı, bir dəqiqə. Namiq. Gələn Bakıya mən bilib çıxmaq göndərəm telefonuma. Hər nə gücü, qoy internetə özüm. Yaxşı, başla, arxain ol. Bu mənə borc oldu. Dedim sənə. Düzdür?
İndi mən dinləyən deməsəm ki, zaps gedir deyə nəsəsini qaldırma, nə ustad mustad demə. Yəni hər şey lazım onun yerində göstərməyə hazır Allah'a şükür, heç kəsən qorxmuruq. Əqidəmiz də bəllidir hamıya. Amma diqqətlə məni dinlə. Hərdən söz ver, qoy mən danışım. Bax, və fikrimi dağıtdım. Bu dəqiqə nəsə demək istədim, fikrim dağıldı. Nə demək istədim? Dən qoy bir fikirləşim. Allah sənə hidayət versin. Bax, görsən? Səni də. Amin. Bax, sən yaxşı de, yadıma salarsın bəlkə. Nəysə, təvəssüs vəsilə söhbət elədik. Sonra nədən danışdıq? Nədən danışdıq sonra? De görüm. Hə, Ayşə, yadıma düşdü. Yadıma düşdü, qulaq as mənə. Mən sənə qulaq as. Yadıma düşdü. Namıq gözlə yadıma düşdü. Gözlə yadıma Ayşə, gözlə yadıma düşdü. Mən desəm tutaq ki, 4 məzhəb sünni məzhəb var sənə. Bu 4 məzhəbi təsdiqləyirsən sən? Necə? Bu 4 sünni məzhəbini təsdiqləyirsən sən? Mən nəyə təsdiqlədim? Bəlkə nəsə ehtiyac var. Soruşuram ki, hansı qolun? Mən sənə sual verirəm. Güya mən o məzhəbi hansını İndi bir xristianız içsən ki, sən katoliksən, pravoslavsan. O deyil mən xristian təsdiq edirəm. Elə yox. Sən güya demə, sən güya çıxarmaq istəyirdin ki, mən əgər məzhəbdən deyiləmsə, deməli mən Vahabiyəm, amma mən sənə sual verirəm. Sən güya İmam Əbu Hənifəni, qulaq as. Nami qulaq as. Sən güya İmam Əbu Hənifəni, İmam Malik, İmam Şafi, İmam Əhməd ibn Həmbəli, güya onların müsəlman olduğunu təsdiqləyirsən sən? Zalim müsəlmanlar. Nasibi demirsən ki? Necə? Sən onların 4-ündən də birinə nasibi demirsən ki, nasibi. Şəxsən onların özünü yox. Nasibi demirsən. Şəxsən onların özünü yox. Sən mən gətirib alimlərinə sübut edəcəm, sən alimlərin onlara nasibi deyir. Mən özüm? Sən alimlərin onlara nasibi deyir. Sübut edəcəm sənsin. Mən şəxsən sənə söyləyəcəm ki, Şafi özü Həzrət Əli əleyhissalam məqamını, Əbu Bəkir məqamının üstün bilir. Necə olacaq? Sən gətirəcəksən onu? Gətirə bilməzsən? Sən gətirə bilməzsən? Mən sənə gətirəcəm ki, açıq sənin hədisin də var ki, Əbu Hənifə nasibi idi. Mən də sənə açıq-açıq yapacağım ki, Şafii Həzrət Əli əleyhissalam məqamını Əbu Bəkir ibn Əbu Quhafənin məqamının üstün bilir. Əla, gətirərsən. Bu da getdi zapsa. İndi mənə qulaq as. Mən sənə tutaq 4 məzhəbdən birini dedim ki, mən filan alimin məzhəbindənəm və kitablarda yazdığı kitabda budur, sübutum budur ki, deməli o getdiyi məzhəbdən gedirəm tutaq ki. Sən dedin ki, mən Cəfər məzhəbindənəm. Sən İmam Cəfər Sadiq rahimehullahın yazdığı kitabını gətirib göstərə bilərsənmi ki, mən bilim sən Cəfər məzhəbindənsən, Cəfəngiyatdan məzhəbindən deyilsən. Gətirə biləcəksən? Necə? Sən deyirsən mən Cəfər məzhəbindənəm, düzdür? A kişi. Başışmayın. Sən deyirsən mən Cəfəri məzhəbindənəm, düzdür? Sən doğuda məsələb Samisən. Bəli, mən oyam, bəli. Şəhsi heç yoxsan, bir an iş görüm. Ay vallahi mən oyam, deyək ikisi. Yox, an iç. Dedim vallahi mən Saminəm. Dedim sən. Başa düşdün? Vallahi dedin ha. Dedim də bəli dedim. İndi mənə qulaq as. Dur. Mən sənə onu bir sual vereyim. Məni tanımaq barədə versiniz ver, amma sualı mən sənə vermişəm, dini sualdısa. Yox, sualı indi təkrar edərsən. Sən ilk dəfə nə vaxt mənə zəng eləmişdin? Yox, mən deyirəm sən bu günləri çox məşğul olmuşam. Təxmini olaraq deyim sən Ramazan əvvəlləri olardı bəlkə də. Yadıma düşmür. Sən Ramazan ayında mənə söz verdin ki, Ramazan qutarandan sonra %100 canlı bəhsi gələcəksən. Niyə gəlmədin? Başa düşmədim. Sən bu sualı bayaq verdin də. Elə bu sualın ətrafına fırlandı. Biz nə oldu? İndi xoda düşdün sən? Yox. Çünki orada mənə bir cavab vermişsən. O cavabı ver. Cavab uyğun gələcəkmi? Sənin bəhsi niyə gəlmədin? Aha, mən sənə dedim qonaqlarım gəlmişdi. Bayaq onu təkrarlamısan o sözü. Sən uşaq imtahan eləmirsən burada. Sən mən dedim qonağım var, başım qarışıqdır. Getsin, səninlə əlaqə saxlayacağam. Və mən sənin indi deyəcəm, bəzi pozğun, ən sonuncu pozğun küçə uşağın söyüşlərini eşitmişəm səndən. Ən sonuncu pozğun küçə uşağı. Bəli, səndən. Ona görə mən səndən eşitmişəm başqa məsələ. Mən də sənin haqqında çox şey eşitmişəm. Misal üçün, bu da oldu. İkinci eşitdim ki, söz verdin, əməl eləmədin. Sən söz vermişsən, sən müsəlman kimi söz vermişsən, amma verdiyə xilaf çıxırsan. Telefonda danışınca, gəl otur %100 bəhs edək. Yaxşı, istəyirsən görüşək. Problem yoxdur. İndi yaxşı. İndi sənə bir dənə sualımı verirəm. Yaxşı. Yox. Nə vaxt? Deyirəm nə vaxt? Sənə bir dəqiqə bir dənə sualım var, onu verirəm. Ondan sonra sənə deyim ki, bəhsə gəlir, hazıram yoxsa yox. Vaxtını dəqiq deyirəm, nə vaxt biz üzlü görüşəcəyik. Sən bir dəqiqə mənə qulaq as. Özü ki, elə xodla danışma. Xodu aşağı al biraz, əxlaqlı ol. Sənə xoduma aşağı al. Nə vaxt görüşəcəyik? Ay, bu belə maşallah, nə sən mehriban oğlansanmış. O belə danış deyim hə. Yəni əgər sən bəhsdə də belə qışqıracaqsansa, əxlaqdan qıraq çıxacaqsansa, biz qulaq as. Biz burada Azərbaycanda sünniyə söhbət salıb onu qloballaşdırma və vəhşiciliyə gətirmək istəmirəm qardaş. Səni bilmirəm mən. Mənim məqsədim elmi, əxlaqla mübahisə eləyib haqqı üzə çıxartmaqdır, mehriban, davasız, şavasız, qırğınsız, söyüşsüz. Səni mən bilmirəm. Elm və bəhsin və yaxud da İslamın həkimlərinin biri budur ki, vədə xilaf çıxmamaq. Düzdür? Bəli, o insan ki, əməlli
Yaxşı. Yaxşı, bir dəqiqə mən sənə bir sualım var. Sənə yox, deyəcəm sənə, sonra səni vaxt təyin edəcəm, görəcəksən indi. İndi də baxaq, söz verdim sənə. Yox, Dedi- vaxtı verdi Sami. Sami, vaxtı verdi. Ne var? Yaxşı, sən ərəbcə bilirsən? Hı? Sən ərəb dilində bilirsən? Ərəb dilində? Bəli. Bilirəm, bəli. Yanında bir kitab varsa götür tərcümə elə. Mən sənə deyim ki, sən mənim şərtlərimə uyğunsan. Sənə söhbətə dəyərsin yoxsa yox. Sən götür bir dənə kitab. Yani imtihan eləməyə ehtiyac yoxdur. Başa düşürsən? İnşallah oturacaq bilirsən. Kimin nə tərəfdə olduğu elminin dərəcəsini buna açıq şey edəcək. Sən vədi əməl etmək üçün vaxtı deyinə, həmin vaxtı bir üzə oturacaq. Yaxşı, indi mən qulaq as. Sən üzə oturandan sonra sən qabağa mən kitab qoyacağam. Bax səsiniz apsa gedir. Tərcümə edə bilsən o qoyduğum kitabı. Hə. Ondan sonra yenə şərtlər var, amma sənə bir dənə bunu qoyuram şərt. Mənim başqa şərtim var ki, sən şiələr içində tanınmış olasan və sənə desinlər ki, bizim şiəliyi təmsil eləyir. Səni şiə elm tələbələri şiə kimi təmsil eləyən olduğu tanıyırlarmı? Elmli kimi. Bəli, səni elmli kimi tanıyırlar səni. Misal üçün. Yox, səni şiə tələbələri ki var burada, elm tələbələri. Onu şiə tələbələrindən soruşdu. Günləri necə tanıyırlar. Mən çıxıb özüm bunu tərif eləmişəm ki. Sən özü bu dəqiqə təriflədin axı. Sən özü tərifləməyi xoşlayırsan. Sən özü elə aparma, təvazökar olma. Sən təriflədin baya. Özüm tərifləmişəmmi? Hə? Haqqıma niyə girirsən? Sən məndən öncə sənin ustadın. Tərifləmişəm. Sən Haqqıma niyə girirsən mənim? Sən deyirsən ki, məndən qaçırsınız. Deyirsən məndən qaçırsınız. Nə bilim, ustadınızla belə söz işlərsən. Söz verdin gəlmədin də. Söz verdin vəzifə xilaf çıxdın da. Qaçmadın Sami. Baba. Yəni söz verdin ki, gəlmədin nə bəlsə. ədəbli ol indi sən deyəcəm. Sənə deyəcəm. Sən o pozğun söyüşləri söyləyən sənsən yoxsa yox? Bir də mənə cavab ver. Yox. Sən deyirsənmi? Yox, mən deyiləm. Orada bacı söyüş söyürsən, orada insan özün söyürsən. Zap sən orada bacı söyüş söyürsən, orada özün söyürsən. Bəli. Niyə ağlayırsan? Niyə haqqıma girirsən? Yox, elə demə. Yalansa, Haqqıma girirsən. yox, yalan demə. Mən eşitmişəm. Ola bilər haqqıma gir. Eşitmişəm başqadır. Sən o söyüşü eşitdin ki, mən söyləyəm. Qoy sənə deyim, şəxsən qoy deyim. Dur. Sən eşitdin ki, mən baş söz söyləmişəm. Bəli, qulağımı zapsı eşitmişəm, zapsı. İndi yalan da o başqa, amma zapsı eşitmişəm, bəli. Mənim səsim idi, mən deyirdim. Sən səsini, sən deyirəm, deyim nə kimi? Yox, bir dəqiqə dur. Bir dənə nəsə bir şey, sənin adını qoysalar söyüş. Mən çıxım bunu şantaj edeyim, bunu edən Samindir. Sonra sən mən deməsəm etəm haqqıma ne girirsən. Aysə o. Yəqinin varmı? Əla söz danışdın. Danışdın, dilinə icazə ver danışım. Oldu? Gözlə. Əgər həqiqətən o zap sənin deyilsə, o insanı mən onu tanımıram o adamı. Amma ki mənə xəbər zap sözü məndə bir dəqiqə telefonumda durub. Əgər o söyüş söyən tələsmə. Əgər o söyüş söyən Namiq sənsənsə, and iç ki vallahi o söyüş söyən mən deyiləm. Hələ and iç. Vallahi mən deyiləm. Yox, denən Allahi o Samirlə o söyüşü söyən mən deyiləm, denən. Allah olsun ki mən deyiləm söyüşəyim. Yəni ki, bacı söyüşü söymirsən, nə bilim o pozğun söyüşlərin heç birini işlətmirsən, sən deyilsən yəni. Söyüşəm boynuma alaram. Yaxşı, dedim mən deyiləm, lap əla. İndi mən inşallah o zapsa, əlbəttə ki, sən nə olsun şiəsən, mən sünni, fərqi yoxdur. Haqq lazımdır, adillik lazımdır. Mən o zapsa araşdıracağam, səhv çıxanda o adama sözümü deyəcəm. Düz çıxanda sənə sözümü deyəcəm, ha onda. Problem yoxdur. Sən deyirsən nə vaxt gəlirsən mənim bəhsə. Əla, bu belə. Sən deyəsən bütün şeyin üstünə xətt çəkirsən. Sənə öncə neçə sual verdim, ola xətt çəkib ancaq bəhsə çağırmaq xoşlayırsan. Ona görə də sənin arzunu mən yerinə yetirirəm. Qulaq as. Ona görə də mən sənin arzu yerinə yetirirəm. Sənlə bəhsindir, deyəcəm nə vaxt gəlirəm sənə bəhsə. Amma qulaq as mənə. Amma mənə bir də qulaq as. Mənə qulaq as, sualıma cavab ver sonra. Sən deyirsən ki, mən Cəfəri məzhəbindənəm. Nə, mən burada məhkum deyiləm. Nə sən müştəri deyəcək ki, mənim sualıma cavab ver, mənim sualıma cavab ver. Bayaqdan sual verin, cavab verirəm. İndi bir dənə sən mənim sualıma cavab ver, görüm. Nə vaxt gəlirsən bəhsə? Nə vaxt? Sən nə vaxt gəlirsən Bakıya? Ara? Sən Bakıya nə vaxt gəlirsən? Sən söyləyin nə vaxt deyim mən gəlim. Nə vaxt? O zaman bəhs edeyim, nə vaxt? Aha. Ha. Sən deyirsən ki, mən ərəbcə bilirəm, hə? Subhanallah. Sən vaxtı deyil, mən gəlirsə səni ingilis dili danışım. Fərqi yoxdur. Nə var gəlsən? Nə bəhs edəyək? Qoy dedim sənə, bax bu sənə açıq deyim, həqiqətən inciməyəsən. Mən əgər sübut olunsaz ki, o pozğun söyüşləri söyən sənsən, sən bir də nə zəng eləyirəm, nə sən mənə zəng eləməyəcəksən. Onunla qutarıq. Mənə pozğun əxlaqlı söyüş söyən insanlar artıq amma gözəl, amma sübut olunsa ki, o sən deyilsən, qulaq, sübut olunsa o sən deyilsən, 50% artdı sənin söhbətimin şansı. Bu bir. İkinci, sən sonra mənə sübut eləyirsən, ərəb dilimi bilirsən, mən deməm 100% ərəb dilini bilməlisən falan alimlər kimi. Elə yox. Yəni norm bilirəm, bir də buna arxayın ol. Deyirəm ki, nə vaxt bəhs edici? Tələsmə. Deyirəm də, dedim 50% sənə şans verdim ki, 50 söyüş söyən sən deyirsən ki, 50% qalxdı. İndi 50-yə keçirəm, tələsmə.
Yavaş. Ne vaxt olacaq? Sən bu nə vaxt axı? Dedim ki biraz dinlə. O sualı çox vermə. Dinlə dedim gözlə. Sən hardasa oxumusan sən? Necə? Sən hardasa oxumusan? Bunun fərqi var. Mənim üçün fərqi var. Səni bilmirəm, mənim üçün fərqi var. Mənim üçün fərqi yoxdur. İnşallah bunun üzbəüz oturanda mən deyəcəm. Harda oxumuşam. Deyəcəksən? Deyəcəm. Orada ərəb dilin bilməməyin sübut olsun, nə edəcəksən? Mən səninlə oturub ərəb dilində bəhs edəcəm. Oldu? İndi ciddi görürəm, nə vaxt görüşürük? Sən ərəbcə danışa bilirsən? Subhanallah. Gəlin sən bir dəqiqə ərəbcə danışıb bilirsən sən. Ona sən yoxlanmış olan qurtarır. İmtahanını yaxşı. Bilirsən ərəb danışa bilər. Mənim ustadım deyilsən. Yəni mən sənin tələbən deyiləm, məni imtahan edirsən. Mən sənə bir kəlmə söz soruşuram. Bayaqdan bir saat danışırıq, ancaq sən soruşsan, mən sənə cavab verirəm. Deyirəm ki, mənə dəqiq vaxtını görüm, hansı ayda, ayın neçəsi və harda görüşəcəyik. Mən sənə Azərbaycan dilində cavab verdim ki, əgər o söyüşün sən deyilsənsə 50% şansın artdı. Bu bir. Ərəb dilim şansı atdı, görə ki, mənə sənə danışaq, belə şanslı nədir, mənə fərqi yoxdur. Söz verən sənsən və bəhsə gəlməyən sənsən. Yaxşı, gəl. Söz verdi və bəhsə sən qaçmısan. Yaxşı, qulaq as. Mən bazı düşmə deyirəm. Söz verdi mənə. İndi qulaq as. Ramazan ayında sən mənə söz verdi, bəhsə gəldi, sən yox. Yaxşı, bu dəqiqə də sənə zapis gedir, sənə söz verirəm ki, səninlə bəhsə gəlirəm. İndi qulaq as. Oldu, söz verdim. Yox, bir dəqiqə dur. Sən mənə Ramazan ayında söz verdin yoxsa yox? Mən dedim sənə zəng eləyəcək və hər şey danışacaq. Yox, sən mənə söz verdin ki, Ramazandan sonra oturub söhbət edəcək yoxsa yox? Mən sənə ağır söz deyim. Mən sənə adam bilib, söyüş söyməyən bilib söz vermişəm. Mən sənə adam kimi başıram. Mən deyirəm ki, mən sənə sual verim. Sən mənə Ramazan ayında söz verdin ki, Ramazandan sonra görüşüb söhbət edəcək yoxsa yox? Yaxşı, deyirəm bu dəqiqə, amma dinlə məni. Deyirəm o sözü. Dedim verirəm. Dedim deyirəm, amma dinlə. Mən səni sakit, tərbiyəli, elmli, savadlı, alicənab bir insan kimi bilib sənə söz verdim. Bəli. Əməl eləmədim. Dinlə. İndi sən gərək bir misal var ərəb dilində deyir ki, nəysə lazımdır ərəbcə misal demək sənə. Sən başa düşməlisən axı mən nə demək istədim. Mən səni elmli, savadlı, əxlaqlı, alicənab bir insan bilib söhbət eləməyimə söz verdim. Amma tələsmə, dinlə. Dinlə. Namiq, dinlə. Dinlə. Mən heç onu danışmamışdım da. Nə? Sumqayıt nədir? Başa düşmədim. Sumqayıt nədir bu? Mən Sami ilə danışdım. Sami bəhsi atqaz elədi. Mən heç onda o Sami var ha Sumqayıt. Mən heç onu danışmamışdım da. Mən heç onu tanımıram Sumqayıtda. Harda olur? Mən heç bilmirəm harda olur Sumqayıtda. Harda olur bilmirəm heç. İndi mən qulaq as. Sən yox, vədə xilaf çıxdın çıxmadın. Nəysə, sən dedin ki, bir dəqiqə gəlirəm o söhbətə. Gözlə. Vədə xilaf çıxdın çıxmadın. İndi vədə xilaf çıxmamısa nə vaxt bilinəcək? Səninlə söhbət eləməyəcəm ha. Bu dəfə söz verəndən sonra, səni tapandan sonra. Söz verdi ki, Ramazan sonra görüşəcəyik. Ramazan da çıxdı. Düzdür? Aha. Eminlə danışdım. Başqa söz eləmədi. Deməli vədə xilaf çıxdın da. Mən sənə dedim axı səninlə görüşürəm, indi gör sən necə söz verirəm, görüşürəm. Sən indi baxarsan. İndi sən görəsən kim qaçacaq söhbətdən ha? Sən elə adamı çox görmüşəm. Səni mən görəcəm ha kim qaçır, onu da biləcəksən ha. Gül, mən səni indi çağıracağam. Qaçacaqçın var, vay sənin halva. İndi qulaq as mənə. Abi nə vaxt? Nə vaxt? Aç, mənə qulaq as. Səninlə görüşəndən sonra orada bir dənə hədisi yalan tərcümə elədiyin üstə açılsa, səhv tərcümə elədiyin üstə açılsa, neyniyəcəksən? Onu denən vallahi səninlə görüşəm, bax and içdim, denən. Sənin ərəbcə oxumağını Zülfüqarla bəhsində mən görmüşəm. İnşallah oturub görəcək kimdə, səhv çıxır, kimdə düz çıxır. Oxumağı var. Zülfüqar, orada mən deyəndə Zülfüqar mən deyəndə biraz yavaş-yavaş oxu, yavaş-yavaş oxu, başa düşeyim. Dedim sən benim ərəbcə bilmirəm. Dedi ki, düz oxu. Dinlə. Sən çox dedi düz oxu. Dinlə məni. O ola bilməyəcək. Mən dinlə. Bir də məni dinlə. Zülfüqar mən Namiq danışdın, biraz hərdən bir dinləməyi bacar. Yəni belədirsə sənin söhbəti görsən, bax dinləməyi bacar, xahiş edirəm, dinlə. Nə deyirsən, eşitmirəm. Yəni dinləməyi də bacar. Da söhbətimiz alınmağın şərtlərindən biri yox, biraz dinləməyi bacararsan. Mən səni dinlədim, düz gözlə indi. Mən sənə yenə deyirəm ki, Ay kişi, bir də Namiq danışdın, qulaq as mənə. Bax Zülfüqar deyirsən, ha sən bir də mənə qulaq as. Zülfüqarla söhbət edəndə mən ərəbcə tez-tez oxuyanda Zülfüqar deyir biraz yavaş oxu. Mən başa düşüm. Qulaq as, dedim ərəbcə bilmirsən sən. Zülfüqar mənə dedi ki, sən evin Namiq qulaq as mənə. Namiq, aç mənə qulaq as. Zülfüqar mənə dedi ki, sən evində gedib neçə dəfə oxumusan deyə, indi tez-tez oxuya bilirsən. Qabağına açdım kitabı, ərəbcə heç tanımadığım kitabı. Açdım dedim, "Davay, bunu mən də oxuyum, sən də oxu." Qatdaladı, qoydu kitabı qırağa. İndi sən də gələrsən, sən də, hə? Zülfüqar? Bəli, Zülfüqar. 100%? 100%. Zülfüqar kitabı qatladı oxumadı ərəbcədə. Mən dedim, "Davay, onda ərəbcə bilənsənsə götür o kitabı." Açdım ki, ala oxu. Andiç. Sən xəbərin yoxdur söhbətdən?
And iç. Hansı söhbət? Hansı nəyə and içim? De görüm 5 dəfə başa düşdün. And iç ki Zülfikar okumadı katladı koydular. And iç. Mən dedim ki Zülfiqara, qulaq as. Ola bilsin qattala... Dur. And iç. Deyəndə deyim də sən nəyə and içirsən? Deyim sonra. Sən başa düşərə. Bəlkə sən azarını bilmirsən. Niye yalan danışırsan? Ama eşit kişi sen niye yalan danışırsan? Ayıp değil. Qulaq as. Mən indi sən deyəcəm yalanlaşım yoxsa yox. Sonra... Dur. And iç. Ba vallahi Zülfiqar mənə dedi ki, qulaq as. Mənə dedi ki... And iç. Dedim and içim. Deyim sonra and içsəm gözlə bir. Sən nə səbirsiz insanmışsanmış. Onsuz da sən görmüşsən. Zülfikar ələcə oxuya bilmiyor. Kitabı katladı koydular. And iç. Yox, ərəbcə elə yox. Qulaq as. Mənə dedi ki, qulaq as. Da şükürsən. Demədik ya açtım tanımadığım bir kitabı koydum Zülfikar'a bağına okuyup beni katladı koydular. Qulaq as. Elə yox, qulaq as. Da bir dənə qulaq as mənə. Ay mənə qulaq as bir dənə. Sən nə adamsan? Qulaq as mənə. Deyim sənə söz. Araya özün sən. Araya bak. Ağzın Amin, ağzın Samin. Deyirəm ki and iç görəm. Bir dəqiqə qulaq as. Mən sənə deyirəm nəyə and içim sonra. Yalan olmasın, qulaq as. Mənə dedi ki, tez oxuyurdum. Dedi biraz yavaş oxu. Dedim ki, indi ortada yüngülvarın məna dəyişikliyi ola bilər o hissində şey deyir, əzbərləmişəm. Dedim ki, sən ərəc bilmirsən ki, dedi ki, sən evdə girin dəfə oxumusan, artıq o yeri rahat oxuya bilirsən. Mən o momentdə qabağına başqa bir şey qoydum ki, ala bunu oxu. Yaxşı, oxu ala bunu. Yəni istəsən bunu oxuyum dedim. Ya sən də belə bir şey oldu. İstəsən bunu oxuyum, ya sən də oxu, alasan oxu. Hələ görün bilirsən yoxsa yox. Onda o razılaşmadı. Mən dedim istəyirsənsə götürüb başqa kitabı qoyum oxuyaq. Başa düşdün? O razılaşmadı. Götür. Yoxumadı, bəli oxumadı. Bax bu baş verdi. And içim indi. And içsən elə şey olmuyor. And içəcəksən. And iç görək. Vallahi belə oldu inşallah. O belə. Ha ben o Zülfikar o kitabı okumadı. Katladı koydular ha. Qatladı söz yalan diye. Bir də götü qoydu qırağa. Yalan qatladı mı? Ben bu zapsi beni gönderirsen inşallah ben bunu inşallah taparım Zülfikar kardeşi. Zülfikar kardeşi bunu koyarım qabağına. İnşallah bəş vaxtı Zülfikar görsə gələrəm onun qabağını sözü deyəsən. Yaxşı? Sən Zülfiqarı gətirmək üçün 15 dənə başın olmalı sən birincisi. Sənə bəşi mən özüm edəcəm. Zülfikar yox. Buna arxayın ol. Yox sən söz verdin ha bu Zülfiqarı gətirdim yanına söz verdin ha. İnşallah deyir. Yox mesaj vermədim. İnşallah Zülfikar tapa bilirsən. Mən sən dedim ki sən bəlkə 117-ci adamsan, dünən 116 dedim bir nəfərə. Ki gələcək Zülfiqar gətirə bilmir bu günə qədər. Hələ yoxdur Zülfiqar. Deməli sən Zülfikar üçün gətirdim. İnşallah əgər mümkün olsa, bu məsələyə görə ki Zülfikar güya ki oxuya bilməyib. Bu məsələyə görə. Oxuya bilməyib demədim mən. Fakt oxumadıq. Ya razı olmadı ki oxumağa başlayaq bu söhbət, bu formada. Həm dedim gəl oxuyaq, istəsən oxuyum. Sonra sən həm də ki qoydu qırağa o spora girmədi mənə. Başa düşdün? Uşaq söhbət eləməyək. Uşaq söhbətdə gəlib. Uşaq söhbətini sən elədin, başladın ki Zülfiqar belə elə, özü sən başladın. İndi qulaq as. Nə var? Bunlar qoy bitirim görək. Sən alim iddia edir və sübut gətirir yoxsa yox da? Bəziləri sən deyir, mən yalan demirəm. İndi burada bəzi xüsusi sözünə başa düşərləri o birisi yerində yox. Amma gözlə qoy bitirək. Bitirim bunları. Əgər hazırsansa bitirim sonra danışaq. Sual verirsə cavab verirəm. Deməli 3 cür nəsl iddia edir, yəni əgər Quran təhrif edilmiş sayılırsa, başlayır bu alimlərdən. Cəmi mən dəkarına cəizun duxul nəsl fihi. Yavaş oxu. Deyir ki, bütün deyir. Yox, bir də oxu, yavaş oxu da. Cəmi mən dəkarına cəizun duxulun nəsl fihi. Bütün xatırlatdıqlarımız bir də o ki, yəni ki, rəcm ayəsində misal demiş qalır. Yəni ki, hökmü qalır, ayə pozulur. Şeyh diyor ki, bunların hamısı caizdir. Daxil olması. Səncə bu duxul, eyni şey daxil olmaq? Yox, indi gəlirəm. Li'anna tilavət idə kənət ibadə. Çünki deyir, əgər Deyəsən görürsən bunu. Yox da görmürəm də tez-tez oxuma, yavaş oxu. Sən ərəbcə bilmirsən bəs? Yavaş oxu da, tez-tez oxuyursan, yavaş oxu. Sən mən oxusan da oxu da. İkimiz də bir yerdə oxuyaq, nə fərq var? Sən mənə isbat gətirirsən. Mən tez-tez oxumasam burada vaxt yoxdur bizə. Li'anna tilavətə idə kənət ibadə. İzə kənət İbadə. nədir, irabı nədir? Ərəb öyrənci burada. Yox da görür, deyəsən də irabı fərqi var. Görürəm ki, sən özün lüğət keçirsən. Belə lüğət bilən kimi də maşallah çox gözəl. Tələsmə. Orada ərabı sən özün əgər ərəbcə yaxşı bilirsənsə, Quranda ayəni yaxşı bilirsənsə, orada axırda təməbbüt olanda orada susma olar. Sən ərabı bir dəqiqə deyəcəm, demirəm. Tələsmə qardaş. Burada özümüzü göstərmirik. Tələsmə. Qardaş, sən rəq verirsən, eləmə. Qoy danışım, qoy mən danışım sonra. Burada ərəb dilində məsələn əl-qari'ah deyib dayanırsan. Təməbbüt oxunmadı. Subhanallah, belə keçirik mən rahat olmuşam. Gözüm göstərmə gəlmişəm. Mən deyirəm ki, irabın oxu. Tələsmə. Ərabı tez oxuydu orada. Sən irabı oxu. Li'anna tilavətə. Onda mən sənə verəcəm, oxuyasın, görsün sən 100 nəsə buraxsın burada. Li'anna tilavətə idə kənət ibadətən. Belə deyil yoxsa? Deyil. Lüğət danışmaq gəlmişim. Deyil. Tələsmə. Hə, yox denəmdir. Oxu. Düz dedim. Oxu. Düz dedim. Yoxsa ibadət normaldır. Oxu. İbadət normal deyil. Vəqf eləsin ibadətdir. Dedim irabların oxu. İbadətdir yoxsa ibadətəndir. Burada ibadətindir yoxsa... Xanətin ismi hansıdır? Mən sənə sual verim. Burada ibadət yoxsa ibadətəndir. Yoxsa hamı gəlib çıxdır. Bax taparıq. İbadətindir yoxsa ibadətəndir. Burada bir dənə kəlmə deyirəm. Mən sənə özüm elə oxuyuram, sən görürüm ki, təsdiqləyirsən. Burada ibadətin yoxsa ibadətən. Mən
Sən bu Xahiş edirəm mənim cavab ver. İbadətin yoxsa ibadətdən? Başladığın bu axırıncı cümlənin əvvəlini oxuyun. Başlamaq istəyirəm, başladığın axırıncı gedirəm. Görəm Murat yaxşı bilirsən, da oxu tərcümə elə. Bir dənə səhv burasını durmuşam burada. Ha, ibadətdən yoxsa İbadətən oxu. Nəyə görə? Çünki kanətin hiyəsi qayıdır tilavətə. Tilavət onun ismidir. Oxu. Maşallah. Bilmirdin də təsadüf Bilmirdim. Təzə olmuş. Bilirdin. Bəs mən kəndi duyanmışam, mən bilmirəm bunu ya. İndi yaxşı oxu. Görsən biz nədə keçmir də. Gördün hara yaxşı. Ona- Gəlirsən, mən biz uşaqca danışdıq. Eləsə oxu, sən səhvlərə baxın. Sən ərəb bilmirsən ki, oxu. Okey. Oxu qardaş, təsir. Gətiribsən bunu. Oxu yenə mən də Nə qulaq. biləm oxuya bilirsən. Mən hamı Nə- yığarım 10 nəfər bir nəfərimiz ərəb bilirsə yoxsa Ayki, yox. oxu, Ayki. İnan həqiqət deyirəm. Oxu onda. Oxu, İnanmırsan? oxu. Yaxşı. 10 dəfə oxuyubsan səhvəni gətiribsən bura. Oxuyubsan da bu səhvəni. Gətir kitab göstər buradan səsini oxuma buradan. O göstərəcəm. Quran ayəsini göstərəcəm. Sən oxuyacaqsan. Quran ayəsi. Ne var gəlirsən? Dedim sənə, sənin orada söhbətlər, YouTube-da yaydıqların var ha. Onlardan birini ya səhv tərcümə eləmiş, ya mənasını dəyişmiş insan kimi tanınson, necəsən? Bunu deyən vallahi dedim gəlirəm. Sualıma cavab ver. Belə çıxacaq ki, dahiləm də. Savaşlandım, belə çıxacaq. Yo, deyəcəksənmi ki, ey insanlar, mən həqiqətən əhl-sünnə adına yalan danışmışdım, burada boynuma almış səhv danışmışdım. Deyəcəksən? Əgər oxuyub, Hə. tərcümə edə bilməsən, Hə. oxuyub tərcümə edə bilməsən, məlum olacaq ki, elmsiz cahil bir insandır. Elmsiz cahil bir insandır ki, sözü hüccət deyil, heç bir yeri keçmir. Amma bunu demək istəyirsən ki, Elə demirəm, Namik elə demirəm. Sən ki YouTube-da danışıqların var, ha, hədislər tərcümə eləmisən, abi nə qədər? Düzdür? Alo. 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 Hə Namik, nə oldu söndü telefonun? Namik, telefon niyə söndü, nə oldu? Alo. Eşitdim. Eşitsən mən, hə, niyə söndü ki, nə oldu? Bilməm, yəni ki, bu baxsadım, yan satın bir şey olur, sönüdür. Hə, bravo, gönə deyirəm. Sən də orada yazırsan, düzdür, səsimi yazırsan sən də orada. Necə? Zapsı qoşdun? Necə? Zapsı qoşdun mu, zapsı? Zapsi sən edirsən, mənə göndərəcəksən. Yo, sən zaps eləyirsən də, sən də eləyirsən, düzdür? Zapsi mən, qoşdum məndə. Ay, Amma bundan qabaqçını sən mənə göndərəcəksən. Göndərəcəm, amma bravo, sən bundan qabaqçıları zaps eləyirdin, düzdür? Necə? Sən bundan qabaqçıları da zaps eləyirdin, düzdür? Bundan qabaqçılarda lap bilirsən, mən sən gəldin, azı bir 20 dəqiqədə zaps edə bilmədim, yox. Ondan sonra elədin, düz deyirsən. Ay, sağ ol. İndi gönə deyirəm, Namik. Birincisi, bu elmi bəhsdir. Burada aqressiviyə lazımdır. Mən özümüzü nəsə kiməsə göstərməyim. Biz Allah rızasına eləyirik. Düzdür, yox? Orada mehribançılıq lazımdır, səmimilik olma lazımdır. Haqqı da qəbul etmək lazımdır. Əgər inşallah sən orada hansısa YouTube-da danışdıqların var ha, özü oturub orada tək-tək danışırsan, gecə saat neçədə, nələrdə. Orada tərcümələrində mənanı səhv tərcümə eləmiş olsan, ya sözü səhv tərcümə eləmiş olsan, ya mənasını səhv yozub, pis yerə yozmuş olsan, onda boynuna nə alacaqsan? Nə edəcəm sənə? Boynuma alacaqsanmı ki, YouTube-a qoyacaqsam ki, mən həqiqətən bunu yalan tərcümə eləmişdim və yalan məna vermişdim. Boynuma alacaqsansa mən gələm sənin söhbətə. Bax, YouTube-da dediklərimi hər hansı bir mövzu istəyirsən, hər o kitaba yazarım. Hə. Onları mən özüm yox, qoyam sənin qabağına, sən oxuyarsan, tərcümə edərsən, YouTube-da mənim oxuduqlarımı da diqqətlə qulaq asarsan, görərsən ki, əgər mən orada bir hədisi sən tərcümə eləmişəm. Yox, məna vermək, tərcümə və məna vermək. Məna versən, özünə məna versən, o tərcüməyə məna vermisənsə. Nə məna olsun, nə tərcüməsən. Səhv məna vermisənsə, əgər yozubsa pis mənayı yozmusan, vermisənsə, ondan sonra YouTube-a zaps edib qoyacaqsan ki, mən yalandan danışmışdım. Eləcəksən? Bu açıq-açıq da bilinəcək də. Yox, deyəcəksənmi ki, ey cəmaət, həqiqətən mən yalandan Razıyam hər bir şeyə. Mən hər bir şərtlə razıyam. Çatdı, indi görün, nə vaxt gəlir? Əla, deməli sən deyirsən ki, əgər bir dənə hədisin mənasına səhv tərcümə eləmiş və yaxud da mənanı səhv vermiş olsan, sən YouTube-a qoyacaqsan ki, mən yalancıyam, səhv eləmişdim. Sənin dediyin hər bir şərtlə mən razıyam. Əla, xoşum gəlir səndən. Nə vaxt gəlirsən? Sən necə də igid bir oğlansanmış. İndi görüşümüz, sən nə vaxt gəlirsən Bakıya? Mənim sözümü gözləyirsən? Sən ürəyi nə vaxt istəyir görüşüm? Mən o vaxt gəlirəm, problem yox. Əla. Əla. Deməli inşallah ki, bu həftə keçir. Qoy gələn həftə keçsin. Bir ay ərzində səni çağıracağam, deyəcəm gəl söhbət edək. Mənə bir ay ərzə var. Bana dəqiq vaxtı deysən indi bu dəqiqə. Mən mövzunu deyim. Sən ola bilsin bekar, nə bilim nə adamsan. Xəbərim yoxdur mənim. Ola bilsin sən bekarsan, mənim xəbərim yoxdur, amma mən biraz məşğulam. Vaxtı indi təyin edə bilək də. Bu nə yəni? Sənə dedim ki, həmin vaxtda bizim işimiz işə bilər. Yaxşı. 3 həftə ilə 4 həftə arasında. 3 həftə ilə 4 həftə arasında oldu. Yox, ayın tarixi dəyişdi. Bu sentyabrın neçəsi və ya da oktyabrın neçəsi? Bu can neçəsidir? Bu can neçəsidir? 7-si? Gün ayı? Hə. 7-si. Sentyabrın, axır oktyabrın əvvəlində. Oktyabrın 5-ini keçməyəcək inşallah. Oldu?
Oktyabr 5-ci gün deyil, hə? Bu şərtlə ki, mən Azərbaycanda olmaqla, o da var, ha, birdən nəsə işim çıxar. Yox, mən bütün işləri isə adminik. Mən sənə dedim ki, Azərbaycanda olmaq şərtimdən onu 5-ni keçməyəcək Mən oktyabrın. deyirəm ki, ölümdən başqa, heç bir maniyə bizi saxlamaz. İnşallah, qutar getdi. Oldu? Oldu? Deməli, bütün sözləri verdin ha. Ərəbcə bilməyi lazımdır mənə. Qulaq as. Oldu. Sən ərəb dilini qoy, mən sən qabağı 3 dənə mövzu qoydum. Bu 3-dən birini seçkin. Yox, mövzunu saxla hələ sən. Mövzunu hələ saxla. Yox, necə yəni? Mövzu mən də deyirəm, sən də deyirsən. Qulaq as. Orada biz görüşəndə hər şey təyin edəcək, oldu? Necə? Or- Mövzu mən indi deyirəm. Mən 2 mövzu deyirəm sənə. 2 mövzu. Oldu? Nə mövzu? Birincisi torpağa səcdə, ikincisi imamət. İndi sən də mövzuları deyirəm. Sən mənə qulaq as. Sən elə bir mövzudan danışdın ki, o mövzunu sənin böyüklərinə görə eləyəm mən, səninlə yox. Bu bir. Necə? Sən bu dəqiqə elə mövzudan danışırsan ki, elə mövzudan danışsan ki. Ha. O mövzu səninlə yox, səninlə savadlılar var, o elmlilər. Onlarla danışmağa hazıram mən, səninlə yox. Sən mənə nə danışmıyorsun? Nə danışmağa gəlsən? Mən sən qabağı mövzu qoydum. Qulaq as, qoy sən. Torpağa səcdə. Qəbul deyil. Qoy sənə deyim, qoy sənə deyim, indi qulaq as mənə. Mən sənə nə Qəbul deyirəm mən mövzuları. Qulaq as mənə. İmamət. Qulaq as mənə, gör sən mən nə deyirəm. Mən sənə bilirsən nəyə söhbət eləməyə gəlirəm. Sən hələ mənim şərtlərimə uyğun deyilsən, sənə mən bu dediyin söhbətləri eləyim. Mən hansı söhbətə gəlirəm? Bölük eləyib özünü üstün tutma heç kimdən. Nəysə, onu cəmaət biləcək. Mənə qulaq as, məni dinlə bir dəqiqə. Biz bizim nalı danışırıq. Sənə də deyəcəklər ki, bu Namiq bizim ən cahilimiz idi, ona söhbətin yeri yox idi. Samin Görgəv kimlə söhbət heç tanınmır. Yox, ben sən o bəhsdən qaçırsan. Qulaq as. Şantaj eləmə, xoşun gəlir deyəsən şantajda. Mənə qulaq as. Mən səninlə söhbət eləməyə gəlirəm. Sən ki orada YouTube-da paylamısan danışıqlar ha, mən onu söhbət eləməyə gəlmirsən, yadında qalsın. Onu belə çıxır ki, mən olacam məşğul, sən olacaq müstəsna mənə sorğusa edəcəksən. Mən sənə suallar cavab verəndən sonra mən sənə suallar verəcəm, imamətlə və torpağa səcdə. Və buna sən dəlillər edəcəksən. Ay sağ ol. Biz orada sən orada sənin danışdıqların bəzi çox yox, 3-4 dənəsinin ətrafında danışandan sonra ondan sonra bu nə istəsən danışacağıq. Şərtlər uyğun olaraq oldu? Yox, dur. Sən özü qaldı ustağın başına, ikimiz özünü aşağı bilirsən. Elə bir şey yoxdur. Qoy yaxşı, mən aşağı yuxarı demirəm. Aşağı yuxarı bilmirəm, amma mən onu bilirəm ki, sən şiələr içində elmli savad kimi tanınmırsan. Səhv dedimsə denə səhv dedim. Sən qabağa mövzu qoy. Əgər qaçırsansa özün bil. Yox, qaçma söhbəti əxlaqa sığışdırma. Ya ayıbdır sənə, danışıq fikir ver. Sən o bəhsdən qaçırsan, oldu da var. Dedim əxlaqlı ol, danışıq fikir ver. Qulaq as. Eşitsən məni? Alo. Özü yaxşı bilir ki, orada yalanlar danışıb. Alo. Birincisi adını niyə verirsən? Namiq, adını niyə verirsən? Ay Namiq. Sən eşitmirsən indi məni? Sapsı qoşdun, Allah aşkına. Namiq, sən adını niyə verirsən? Mən sən qabağa mövzu qoyun, bəs var, sən mövzuları qəbul eləmirsən. Bu nə şeydir? İndi mənə qulaq as. Qulaq as. Birincisi adını verən bilirik kimi sayılır və kimdir, nədən qorxan. Bu bir, yalan yadını saxla. İkincisi də ki, mən sənə o dəfə sən gələndə yadındadır, mən sənə bəhs təyin eləmədim. Sən dedin bəhs təyin eləyərik. Mən sənə dedim ki, zapsda durub ha səsin. Mən sənə dedim ki, sən onsuz da mövzular qoymusan. Hələ onların ətrafında fırlanacaq, ondan sonra baxarıq. Bu zaps düşüb bax söhbətə. Mən heç birini fırlanıb deyirəm. Tardı. Sən deməli, sən o danışdığın YouTube'da, sən o danış YouTube'da tərcümələrin var, hədislərin ha. Başından böyük danışıb tərcümə eləmisən ha. Ərəbcə, imamətlə torpağı səcdə mövzusunu ərəbcə səndən bəhs edəcək. Və ərəbcə dəlillər gətirəcək bir-birimizə. Sənə bəhs eləmir bu? Sən mənə qulaq. Şaqalı, ərəbcə. Mən sənə dedim ki, ay kişi, sən hələ bir doğru, sadiq bir insan olduğun sübut olunsun. Söyüş-söyən olmadığın sübut olunsun. Hədisləri yalanın tərcümə eləmədiyin sübut olunsun, sonra səninlə də hər şey eləyərik. Sən o fırlayırsan. Sən bayağı qəbul elədin ki, ərəb dilini bilməyinlə sən başda məni bəhs eləməyəsən. Söyüş-söyməyin də, ay kişi, söyüşün və ərəb dili bilmək. 2. Dalı da var, burası sənə keçdim. Axtar araşdırıcın ha, o sən öz işindir. İkisini qəbul elə bəhsi, ikisini qəbul eləməyinlə. Mən səni bəhsi çağırıram. Gəlirsən, gəlmirsən. Mən də sənə dedim ki, bayaq söz verdin. Sən əgər yalancı olmadığın sübut olunsa, vallahi hər nəsinə danışdım səni. Bax söz verdim. Yalancılıq şeytana məxsusdur. Bir də ki, torbağa səcdə etməyən. Əla. Torbağa səcdə etmən şeytandır. Mən sənə yenə deyirəm. Nə, torbağa səcdə etmən şeytandır? O harda yazıldı? O harda yazılır? Mən sənə deyirəm ki. Yox, danışırıq ki, harda yazılıb ilk torbağa səcdə etmən şeytandır? Adəm torpaqda yalanmışı, şeytan da səcdə eləmədi. Kimə səcdə eləmədi? Quran nə deyir? Kimə səcdə eləmədi? Hə, kimə? Adəmə. Adəmə. Sən bu dəqiqə sən torpaqsan indi bu dəqiqə. Sən torpaqsan indi. Necə? Sən Adəm eləsən torpaqdır. O düşmə. Torpaqda hər nədən yaranıbsa insan o sayılır. Torpaqda yalanmış. Sən indi yarandığın şeysən bu dəqiqə. Nədən yaranmısan sən osan indi. Sən nədən yaranmısan ha? İndi osan bəyəm indi. Şeytan nə deyir Allah?
Sən dedin, sən deyirsən ki, torpağa sərc eləmədi. Adəm Əleyhisselama sərc eləmədi. Torpaq nədir? Heç sən görsən dənizdə boğulan çöpə əl atır ha. Sən də onlar kimisən ha deyəsən. Əvvəla səcdə Allah'adır. Səcdə o da Adəmə də deyil. Sən Allah şeytan Adəmə səcdə eləmədi. Səcdə Adəmə yox. Ha, ücə düzəltdin səhvi. Səcdə Allah'a səcdə eləmədi. Ha, biraz düzəldirsən ücə. Malades. İndi qulaq as mənə. Yəni danışığa bir fikir ver ki, ilk torpağı sərcələmə iblisi idi. Özündən terminlər çıxartma. Adəm Əleyhisselam torpağın yaranı o deməli torpaqdır. Sən də nədən yaranmısan o deməli sən olsan. Yadına qalsın. İndi qulaq as. Mən sənin. Hə. Bəhsə çap. Gəlsin. Mən sənə dedim ki, əgər o pozğun tərbiyəsiz söyüşlər söyən sən olmasın və sənlə söhbəti başlayanda YouTube-a qoyduğun bəzi bəhslər var, artıq qoymusan. Orada bir dənə yalan çıxmasa, vallahi sənə imamət demirsən, torpaq demirsən. Nə desən danışsam? Deyirəm ki, get axtar, araşdır, oktyabr 5-nə kimi vaxtım var, sənin vaxtın var. Bəli. Mən sənə oktyabr ayın 5-nə kimi bəhsə dəvət edəmə gözləyirəm. Qutarı getdi, oldu. Gözlə, şərtlərim yadına qalsın. Yaxşı, sağ ol. Ya Allah. Sağ ol, sağ ol, sağ ol, sağ ol.